Salam əziz şagirdlər. Mövzu sınaq 1-in suallarının izahına başlayırıq. Birincisi, xoşbəxtlik sözündə hansı səslər yoxdur? Tələffüz zamanı bilirik ki, xoşbəxtlik sözündə t-dan sonra samit gəlibsə, t tələffüzdə düşür. Deməli, k da ilk səsinə çevrilir. Bu zaman tələffüzdə bir t samiti yoxdur, bir də k samiti yoxdur. Ona görə də ilk cavabımız olacaq 3, 4. Sonra İkinci sualımıza keçək. Hansı sözlərin daxilində müxtəlif hərflər eyni səsi ifadə edir? Eyni səs dediyi üçün biz qarlı sözün tələffüzünə baxırıq. Doğru tələffüz qarı şəklindədir. Deməli, l samiti r kimi, r samiti də r kimi deyildi. Müxtəlif hərflər eyni bir səsi ifadə elədi. Ancaq kətdə sözündə eyni samitlər müxtəlif səsi ifadə elədi. Deməli, 2 olan variantları çıxırıq. Qalır 1 də danlamaq sözündə danlanmaq şəklində tələffüz olunduğu üçün l samiti n kimi, n samiti m kimi. Deməli, burada da müxtəlif hərflər eyni səsi ifadə eləmiş oldu. Pomidorda isə müxtəlif deyil, eyni hərflər müxtəlif səsi ifadə edir. Ona görə 4-ü çıxırıq. Doğru cavabımız 1, 3 olacaqdır. Keçək 3-cü sualımıza. 3-cü sualımız, qalan saitlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözləri müəyyən edin. Deməli, hekayə sözünə baxırıq. H kar samit, k kar samit, ancaq qalan saitimiz 1 dənədir. Deməli, eyni olmadı. 1 olan variantları atırıq. 2, palıd, dıq şəklində tələffüz olunur. P kar, t kar, x kar. Qalan saitlərimiz a, I, deməli 3 saitimiz qalındır. 3 də kar samitimiz var. Bu 2 olan variantı götürəcəyik. 2 olmayan yerə də variantımızı atacağıq. Əhali sözündə h kar samitdir. A da qalın saitdir. Deməli, 3-ü də götürəcəyik. 3 olmayan variantı da atırıq. Sazdakı sözündə s kar samit, k kar samit. Ancaq 3 dənə qalın saitimiz var. Deməli, 4 olan variant getdi. Doğru cavabımız C qalır. Bir də baxırıq. Zoopark sözü tələffüz zamanı onlardan biri düşdüyü üçün O qalın, A qalın, P və K səsləri isə kar samitlərdir. Deməli, 5-i də götürürük. Cavab oldu 2, 3, 5. Bu 3-cü sualımız idi. 4-cü sualımız. Verilmiş sözlərin orfoqrafiyası nəzərə alınıb, məntiqi ardıcıllığı tamamlayın. Orfoqrafiya doğru yazılış olduğu üçün baxırıq. Ekskavator səhv yazılıb. Exko yox, A ilə tələffüz olunur. Ekskavator. Səlis sözündə isə t samiti yazılmır. Deməli, 2 səhv söz var. Biz də səhv yazılmış sözü seçirik. Casus doğru yazılıb. Əjdaha doğru yazılıb. Meyil, i saiti yazılmalıdır. Doğru cavab C. Əf və kəlağay sözlər də doğru yazılmalıdır. Keçirik 5-ci sualımıza. 5-ci sualımız, fakültə və bəstəkar sözlərinin ortaq samitin işləndiyi variantı tapın deyir. Fakültə və bəstəkar sözlərində k samiti işlənmişdir. Biz də baxırıq, əs-2 sözünün tələffüzü necə olur? Əs-gi şəklində. Burada k yoxdur. Klinikada k yoxdur. Çörək otu tələffüz olunur. K yoxdur. İpək sözündə k yoxdur. K ihlə tələffüz olunur. Cəfəng sözü isə g, k kimi tələffüz olunur. Deməli, doğru cavab Y variantı. 6-cı sual. Sözlərdən yalnız birinə aid olan fikirləri müəyyən edin. Yəni, ortaq fikir deyil demək istəyir. Orfoqrafiya sözü orfoqrafiya yazılır. Orfoqrafiya tələffüz olunur. 2 fərqli məqam. Onlar A-ya çevrildi. Memuarın yazılışı deyiliş arasında fərq yoxdur. Baxırıq, ahəng qanununa tabidir. Orfoqrafiya və memuar. Heç bir ahəng qanununa tabi deyil. Ona görə bu ortaq fikirdir. 1 olan variantları atdıq. Tərkibində dodaqlanan sait iştirak etmir. Orfoqrafiyada dodaqlanan sait yoxdur, amma memuarda U var. Deməli, bu ortaq fikir deyil. Götürürük. Tərkibində həm kar, həm cingiltili samit var. Memuarda ümumiyyətlə kar yoxdur. Amma orfoqrafiyada f, r, kar da var, cingiltili də var. Ortaq fikir deyil. Deməli, 3-ü də götürürük. Doğru cavabımız C oldu. Delişi yazışı arasında bir fərqli məqam var. Heç birinə aid deyil. Qarşılığı olmayan samit işlənmişdir. Hər birində işlənib. Bu da ortaq olduğu üçün götürə bilmərik. Deməli, doğru cavabımız C variantı oldu. Bu 6-cı sual idi. 7-ci sualımız. 7-ci sual, hansı sözlər hecəyə ayrılır, ancaq sətirdən sətirə keçirilə bilmir? Baxırıq, ana, odun, ürək, amma bibi sözü sətirdən sətirə keçdi deyə A variantı getdi. Əkin, təbii sözü sətirdən sətirə keçə bilir. Tə yazıb, B-ni keçirdirik, B getdi. Cümə sətirdən sətirə keçirilə bilir. İlan, İayşə, İya yazıb, şəni keçirə bilirik. Bu da getdi. Deməli, A, ta, oyun, asan, elan, heç birini sətirdən sətirə keçirmək olmur. Cavab Y. 8-ci sual. Gözü sözü nöqtələrin yerinə hansı söz əlavə olunsa, nümunə məcazi mənalı olar. Deməli, gözü su içmir, gözü ağrıyır, gözü yara olur, gözü sulanıb, gözü sancır. Hər bir həqiqi mənada, amma gözü su içmir, gözü su içə bilməz. Frazoloji birləşmə yaranır. Deməli, məcazi anlamdadır. A variantını götürürük. 9-cu sualımız.
Verilmiş fikirlərdən uyğunsuz olanı seçin. Orfoepiya sözün düzgün yazılışını öyrənir. Xeyr, orfoqrafiya öyrənir. Yanlışdır. Burada da yanlışımız var. Heca yaradan səslər maniyəsiz tələffüz olunur. Yəni saitlər maniyəsiz tələffüz olunur. Doğrudur. Burada da doğru yazılıb. Sözün leksik mənası 4 yolla izah olunur. Bu da doğrudur. Doğru yazılıb. Bütün sözlərin qrammatik mənası olur. Bəli, həm köməkçi, həm əsas intiqsələrdə olur. Doğru olmalıydı, amma yanlış yazılıb. Uyğunsuz variant bu olacaq. Uzanmasına görə mənası dəyişən sözlər müxtəlif intiqsələrinə aiddir. Xeyr, yanlışdır. Eyni intiqsəsi olur. Ona görə də, yəni eyni intiqsəsi də ola bilər, müxtəlif də ola bilər. Ona görə də 7 getdi. Doğru cavabımız D variantı oldu. Bu 9-cu sualımız idi. 10-cu sualımız. Turistdir sözünün fonetik təhlilinə əsaslanaraq cədvəldən uyğun olmayan fikri seçin. Deməli, fikir, iki səs düşümü var. Bilirsiniz ki, s, t'dan sonra samit gəldiyi üçün t düşür. Adlara dır qoşulduğu üçün tələffüz zamanı r düşür. Turisti şəklində qalır. İki səs düşümü var. Doğru. Biz uyğun olmayanı seçirik. Ona diqqət yetirin. A getdi. D səsinin kar qarşılığı işlənir. Yəni t işlənib, bəli, elə sözün əvvəli t ilə başladığı üçün doğrudur. Bu da getdi. Sözdə iki sonur səs işlənib. Baxırıq. Sonur bir dənə r-dır. S, d qalıb. Xeyr, yanlışdır. Burada yanlış kimi verilib. Kar cəngətli samit cütlüyü işlənib. Baxırıq. T-nin qarşılığı d-dır. Bəli, t, d işlənibdir. Bu doğrudur. Amma yanlış yazılıb. Deməli, uyğun olmayan cavab D variantı olur. 2 qapalı və 1 açıq heca var. Heca yazılışa əsasən aparılır. Turistdir. 2 qapalı, 1 açıq heca. Bu doğrudur. Doğru da yazılıb. Y variantı da getdi. 11-ci sualımız. 11-ci sual. Hansı sözlərin yazılışı düzgün, tələffüzü isə yanlış verilib? Deməli, yazılışı düzgün dediyi üçün məşəqqətli sözünün yazılışı düzgündür. Tələffüzdə isə yanlışdır. K-nın ştrixi qoyulmayıb. Yəni, biri götürürük. Bir olmayan variantları atırıq. 2. Mərsiyə sözü səhv yazılıbdır. Yanlış səhvdir. Ona görə yazılış düzgün istədiyinə görə 2 olan variantı atırıq. Ondan sonra müdrik sözünün yazılışı müdrik, tələffüzü isə müdrik şəklində verilib, səhv tələffüzdür. Yəni, müdrik ilk şəklində olduğu üçün səhvdir. Çünki bilirsiniz ki, müdrik yazılıb, müdrik də deyilməlidir. 3'ü götürürük. Vermişil sözü yazılır, vermişil tələffüz olunmalıdır olduğu kimi, amma tələffüz səhvdir. 4'ü də götürürük. Deməli, doğru cavab 1, 3, 4 A variantı. Miskin isə səhv yazılıb, K ilə yazılır, G ilə deyilir. Bu 11-ci sual idi. 12-ci sualımız. Sözlərin içərisində qığı, K-yə əvəzlənməsi baş vermir. Baş vermir, o zaman alınmaz sözlər seçirik. Hansı ki, K ilə tələffüz olunur, K ilə tələffüz olunurlar. Bioloq baş vermədi, qapaq baş verir, əmək baş verir, mülk baş vermir, kürk baş vermir, ittifaq baş vermir, aşıq baş verir, çomaq baş verir, ətək keçir K-yə, fələk keçir, amma mühərrik K-yı qığı əvəzlənməsi baş vermir. Deməli, 1, 2, 3, 4, 5, 5 dənə variant B variantı oldu. 13-cü sual. 13-cü sual hansı cümlədə nöqtələrin yerinə samit yazılmalıdır? Deməli, 13-cü sual mənim ən böyük sirdaşım anamdır. Samit gəldiyi üçün yazılmır. 1 olan variantlar getdim. 2. Müstəntiq cinayətkara şəksiz inanırdı. Yenə samit gəldiyi üçün şəksizdə 2 ilə bir dənə qalır. Burada da samit yazılmalıdır, yox yazılmır. 2 də olan variant getdi. Doğru cavab 3-4 olacaq. Əsas ana dili fənnidir. Çünki sait gəlib N yazacağıq. Çünki bu dil bizə ulu babalarımızın yadigarıdır. Bakıda keçirilmiş forma bir yarışım milli mənəvi vətənpərvər hisslərimizi bilirsiniz, duyğu mənasında hiss sözündən sonra samit gəlsə belə qoşu sığılan X ilə yazılmalıdır. Deməli, doğru cavabımız 3 və 4 olacaq B variantı. 17-ci sualımız. Hansı sözün aslı tərəfindəki son samit kar tələffüz olunur? Bilirsiniz, aslı tərəf birinci tərəfdir. Kar da tələffüz olunur deyirsə, yarpaq tökümü, töküm samitlə başladığı üçün qıxı kimi, zoğaldalıq keçmir. Biz biri götürürük, 2 olan variantları atırıq. 1 olmayan variantı da atırıq. Möhtəşəm yüzyıl keçmir, M heç nəyə. Uzaq şəhər qıxıya keçir, kar tələffüz olundu. Bu da 1, 4 olacaq. Sahibsiz Z keçmir heç nəyə. 5'i çıxdıq. Yəni 5 olan variantları da atırıq. Və 1, 4, bir də 6 kənd məktəbi DT kimi tələffüz olunur. Çünki samit gəlib yanında. 1, 4, 6 cavab B variantı. 14-cü sualımız, 15-ci sualımız. Mavi gözündə ulduzlar yatar, bircə baxışla günü oyadar. Gəl baxışınla bahar qaytar, quşlar qayıtsın, qoy qatar qatar. Verilmiş bənddə məcazi mənada işlənmiş neçə söz var. Baxırıq, ulduzlar yatar, məcazi mənadadır. Bircə baxışla günü oyadar, yəni baxışla oyadar. Gəl baxışınla baharı baxışla qaytarmaq məcazidir. Quşlar qayıtsın, qoy qatar qatar, qatar qatar sözü şəklində qayıtmaqdır. Bu həqiqidir. Ona görə də 3 olacaq. Cavabımız C variantı. 3 dənə məcazi məna. 16-cı sualımız.
Köpək sözünün son samiti nə zaman cingilti tələffüz olunar? Bilirsiniz ki, y kimi tələffüz olunur. Ondan sonra saitlə söz gələrsə. Bu zaman köpək sözündən sonra aldım söz işlənərsə y olacaq. Y da cingiltili samitdir. Ona görə də bizdən cingiltili tələffüz olunur. Elə A variantını götürürük. 17-ci sualımız. Hansı cümlədə yalnız qrammatik mənası olan söz işlənmişdir? Bilirsiniz, köməkçi intiqsələrin yalnız qrammatik mənası var. A variantı. Zeynəbin ağlama hamının üzrə kədərinin yaranmasına səbəb oldu. İmtahandan çıxan hökumət sevinirdi. Dünən Nərgizin ad günü gecikməsi xalasını narahat etdi. Ülkər və Zəhra bacıları sabah konsertdə çıxış edəcəklər. Burada və köməkçi intiqsəsidir. Yalnız qrammatik mənası var. Deməli, cavab D bəndi. 17-ci sual idi. 18-ci sual. Hansı sözün vurğusuna görə nitq hissəsi səhv göstərilib? Bilirsiniz ki, bildir sözündə vurğu birinci C-yə düşərsə, bu zaman zərfi olacaq, amma bildir olsa feil olardı. Elə A variantı doğru variantdır. 19-cu sual. Şiddətli külək ağacın yarpaqlarını tökmüş cümləsində sözlərin fonetik xüsusiyyətlə bağlı səhv fikirləri müəyyən edin. Deyir ki, üç sözün yazışı və deyilişi arasında fərq var. Baxırıq, şiddətli yazılır, di deyilir, külək sait gəldiyi üçün y-yə keçir ki, yarpaqlarını tökmüşdür. Burada da y-yə keçir. 3, bu düzdür. Biz də səhv fikir axtarırıq. Bu düzdür. Bir olan variantlar o zaman ataq. 2. İkinci sözün son samiti ilk kimi tələffüz olunur. Xeyr, dediyimiz kimi ağac sait gəldiyi üçün ki, y kimi tələffüz olunur. Səhv fikirdir. Bəli, 2-ni götürürük. 2 olmayan variant yoxdur. Hamısını götürürük. Bir sözdə saitlərdən biri digərinə nisbətən uzun tələffüz olunur. Yəni demək istəyir ki, uzanan saitli söz var. Heç birində uzanma yoxdur. Səhvdir. Deməli, səhvi götürürük. 2, 3 olan variantı götürəcəyik. İndi 5-ə baxırıq. Bir sözdə ğ cingiltli samitin kar qarşılığı var. Yəni x var. Bu da yarpaq sözündə var. Yarpaqlarını. Ona görə də düzdür. Deməli, doğru cavabımız 2, 3. 4-də də baxaq, ahəng qanunu tabe olmayan söz işlənməmişdir. Tabe olmayan hamısının tabe olması müşahidə olunur. Deməli, cavab 2, 3, C variantı. 19-cu sual idi. 20-ci sualımız. Yazarlar sözündə nəyə əminliklə demək olunur? Yazarlar sözündə qoşa eyni cinsi samitin işlənməsini həm yazarlar olsa, qoşa lı, həm də yazarlar olsa, yəni yazıçılar mənasında qoşa rı var. Yəni qoşa eyni cinsi samit həmişə var. Bizdən əminliklə demək olmur istəyir. 5 cingiltli samitin işlənməsi y, z, r, 1, 2, 3, 4, 5 və yaxud da ki, qoşa lı olsa yenə 5 olacaq. Bir açıq, iki qapalı hecadan ibarət olması yazarlar. Hər zaman da belə olur. Bu da düzdür. Qalın, dodaqlanmayan, açıq saitin ahəngin olması 3A-dır, 3A kimdə qalır və sözün leksik və qrammatik mənasında əminliklə demək olmur. Çünki həm feil ola bilər, yazarlar şəklində, yəni qrammatik mənası dəyişəcək, leksik mənası dəyişəcək, həm də yazarlar, yazıçılar mənasında həm nitq hissəsi dəyişəcək, leksik mənası da dəyişəcək. Doğru cavab Y-dir, əminliklə demək olmur. Mətni yəqin ki, oxumuşuq. Qısa şəkildə payızın sonları idi, yağış yağırdı, kirpi sevinirdi, çünki solucan böcək ibiz tapmaq elə də çətin deyildi. O axşamcan kimi yemək axtarışına çıxdı, elə bu vaxt səs eşitdi, qorxub yumağa döndü. Bu qarğa idi, ilbizin çanağını sındırmaq üçün onu qayaya çırpırdı. Qarğa dedi, ey qorxma, mənəm, xəbərim var ki, qış gəlir, hava soyuyur, qurd, ilbiz, böcək tapmaq çətin olacaq, düzdür. Mən hər şeyi yeyə bilərəm, amma sən kirpinin bütün sevinci yoxa çıxdı. Həyəcanla ətrafa baxdı, nə qış, sonra, axı mən heç vaxt qış görməmişəm. Bu söhbətdən sonra kirpinin dərd götürdü, çıxış yolu axtarmağa başladı. O, quşların daha isti yerlərə uçduğunu gördü, onlara qoşulmaq istədi, amma uça bilmədi. Sonra dərələrin qoz fındıq yığdığını gördü, o da qurd, ilbiz və böcək yığıb evinə gətirdi, ancaq səhər onda gördü ki, hamısı çıxıb gedib. Çıxış yolu tapa bilməyən kirpi lap dilxor olmuşdu. Kirpi bu dəfə çoxlu yarpaq toplayıb onları üst-üstə yığdı. Yorğun halda düşündü, elə bu yarpaqların üstündə yatım. Biraz dincəlim, sabah yeni bir şey fikirləşərəm. O, çox dərin yuxuya getdi. Yuxudan oyananda artıq bahar gəlmişdi. Ətrafa boylandı, günəşin istisini hiss edib gülümsədi. Deməli, mətnimizlə tanış olduq. 21-ci sual mətn əsasən demək olmaz. Kirpi hava soyuduğuna görə sevinirdi. Xeyr, soyuduğuna görə əksinə. Qarğa ilbizin çanağını sındırdı ki, onu yesin. Hər fəsildə böcək ilbiz tapmaq elə də asan olmurdu. Dərilər qoz fındıqla qidalanırlar. Kirpi payızda daha çox sevinir. Deməli, doğru cavabımız A variantıdır. Mətndə tün qara hərflə verilmiş ifadə mənasına uyğun gələn sözlər hansılardır? Tün qara hərflə mətndə dərd götürüdü, məyus oldu və yaxud da ki, dərd çəkdi ola bilər. İntizarda oldu gözləmək, məsud olmaq, xoşbəxt olmaqdır. Ona görə də 1 ilə 4 olan variantı götürürük. A variantı. 23-cü sualımız. Biri mətnin heç bir plan bəndi ola bilməz. Kirpinin yuxusu, yuxa çıxan sevinç, quşların soyuq yerə köçməsi, böcək ilbiz qurdun qaçıb getməsi, çıxış yolu tapmayan kirpi. Burada quşlar soyuq yox, isti yerlərə köçürlər. Ona görə də C variantıdır. 24-cü sual. Qarşısında 3 bucaq işarəsi qoyulmuş sözün mətn məzmununa uyğun, deməli, mətn məzmununa uyğun işləndiyi variantı seçin. Baxırıq ki, qarşısında 3 bucaq işarəsi çıxdı, sevinci yoxa çıxdı.
Biz eyni mənada işlətməliyik. Dünənkilər dağa çıxıb getdilər. İmtahanların cavabı sabah çıxacaq. Futbol komandamız yarışda finala çıxdı. Yusif Ləkənin çıxıb yıxıldığına görə ağladı. Neçə vaxt anasının Lalə üçün axtardığı dərman qəhətə çıxıb yoxa çıxıb eyni anlamı verdiyi üçün cavab Y variantıdır. 25. Kirpi oyandıqda nə baş vermişdi? Kirpi oyandıqda bahar gəlmişdi. Ona görə də doğru cavabımız C variantı olacaq. Bahar gəlmişdi. Bu qədər. Hamısı uğurlar. Sağ olun.